Bir ayda rus dili öyrənməyə çalışırıq. Artıq 11-ci günümüzdür və yəlik halı öyrənirik. Yəlik halda 4 dənə şəkilçimiz var. A, ya, I, i. İkincisindən başlayaq. Əgər sözlər samitlərlə bitirsə, bunların üzərinə A şəkilçisi əlavə edirik. Məsələn, drug, druga, brat, brata. Örnek verəsi olsaq, adlar üzərindən gedirəm. Papa Ivana работает в банке. Papa Ivan'ı, Ivan'ın atası работает, işləyir bu banki, bankda. Burada öyrəndiyimiz bir çox mövzunu birləşdiririk. Onsuz da rus dilini öyrənmə prinsipi budur. Hər öyrəndiyimiz mövzu, növbəti öyrəndiyimiz mövzuya birləşərək cümləmiz genişləməlidir. Bir dənə daha verək. Друзья Ruslana живут в Moskve. Ruslanın dostları Moskvada yaşayırlar. Qadın cinsindən versək, əgər sözün sonunda A varsa və A-nın qarşısında bu 7 dənə samit varsa, o halda A-nın yerinə i əlavə edirik, bu da yerinə əlavə edirik. Məsələn, deyirik подруга, подруги, девушка, девушки. Əgər A-nın qarşısında bu 7 dənə samit yoxsa, digər samitlər varsa, o halda A-nın yerinə I əlavə edirik. Məsələn, sistra, sistrı, mama, mama. Bu şəkildə dəyişirik. Məsələn, deyirəm ki, mama Irina работает в салоне красоты. Irina'nın anası gözəllik salonunda işləyir. Burada salon krasatı, gözəllik salonu, krasatı burada yəlik haldadır. 2 qat yəlik haldadır. İşlədə bilərik. Məsələn, подруги, мамы Irины живут в центре города. Irina'nın anasının rəfiqələri şəhərin mərkəzində yaşayırlar. Center Gorada, şəhərin mərkəzi. Bu isə yenə də yəlik haldadır, Gorada şəhərin. Burada çox sayda yəlik halda birlikdə istifadə edə bilirik. Bu da bizim yəlik halımız. Onu bir çox situasiyada istifadə edəcəyik. Bugün qısa bir giriş elədik. Növbətdəki davamında gələcək.